İngiltərədə Al-Qızılgül və Ağ-Qızılgül müharibəsi dövründə Azərbaycanda. Al-Qızılgül və Ağ-Qızılgül müharibələri İngiltərədə 1455-1485-ci illərdə olmuşdur. İndi ölkəmizdə olan hadisələrə baxaq. Araz çayından şimalda yeni dövlətin əsası qoyulmuşdur. Bu dövr üçün bizdə bir dənə dövlət var, Ağqoyunlular dövlətidir, 1468-ci ildə yaranıbdır. Lakin o, Araz çayından şimalda yox, cənubda yaranmış bir dövlətdir, ona görə bu səhvdir. Əpər sazişi 1500-cü ildə imzalanmışdır, yenə də bu dövrə uyğun gəlmir. Ağqoyunlu dövləti Venesiya ilə hərbi ittifaq bağladı, 1472-ci ildə belə bir ittifaq var və bu həmin dövrə düşür. Düzgün cavabımız budur. Şirvanda yeni sülalə həmin dövr üçün ən yaxın olan sülalə 1382-də Dərbəndlilərin gəlməsidir. Bu da yenə həmin dövrə düşmür, səhvdir. Zəlalilərin hakimiyyətinə Azərbaycanda 1410-cu ildə son qoyulmuşdur. Bu da yenə həmin dövrə düşmür, səhvdir. Düzgün cavabımız Ağqoyunlu dövləti Venesiya ilə hərbi ittifaq bağladı 1472.